Deməli uşaqlar, bugünkü dərsimiz adjective clause-dur. Biz bunu əvəzlik bəhsində eləmişdik də, bu qaydanı keçmişik. Deməli, əvəzlik bəhsində keçmişdik ki, relative pronounlar 5 dənə idi. Who, whose, whom, which, that. Yadınızdadır? Bunların içində what yox idi. Amma biri də var ki, təyin budaq cümləsinin 2 dənə də əlavə bağlayıcısı var. Onlar isə zərflərdir. When, where. Deməli, nisbə əvəzliklər 5 dənə oldu, zərflər isə 2 dənə oldu. Deməli, insan olanda who, whose, whom, cansız olanda which, zərf isə hamısına uyğun gedirdi. Yer bildirəndə where, zaman bildirəndə isə when-dən istifadə eləyirdik. Uşaqlar, 3 nöqtədən əvvəl isim gələndə hansı bağlayıcı nisbə olmurdu? Hansı bağlayıcıdan istifadə eləmirdik? What-dan istifadə eləmirdik. Bəs 3 nöqtədən əvvəl insan olarsa hansı bağlayıcılardan istifadə edirdik? Who, whose, whom. Who-dan sonra nə gəlməli idi? Xəbər. Bəs who-dan sonra mübtəda gələ bilərmi? Gələr. Bəli, mübtəda xəbər, amma cümlənin sonu söz önü ilə. Yəni who burada nəyi əvəz eləyir? Hansı bağlayıcını əvəz eləyir? Whom-u. Whom-u əvəz eləyir. Bəs whom-dan sonra həmişə nə gəlməlidir? Mübtəda xəbər. İki ismin arasında dayanan hansıdır? Who's-dur. Bəs nöqtələrdən sonra, 3 nöqtədən sonra mübtəda xəbər gələndə boşluq da verə bilərdik. Cansız əşyalar nə təyin edirdi? Which. Zət uşaqlar. Həm hunu, həm humu, həm də which-i əvəz eləyər. Amma who's-u əvəz eləyə bilməz. Deməli, uşaqlar, cansız əşyaların 3 nöqtədən əvvəl gələrsə cansızlar nə bağlayırdı? Yox, cansızlara nə verirdik? Which verirdik. Və insana nə verirdik? 3 dənə idi. Who, whose, whom. Və yer məkan bildirəndə where. Və zaman bildirəndə when. Amma biz dedik ki, zət bunların bütün bu bağlayıcıları əvəz eləyə bilər. Amma müəyyən bu ikinci hissədə yazdığımız kimi sözlər var ki, onda o biri bayaq adı çəkdiyimiz bağlayıcılar işlənə bilmir. Deməli, üstünlük dərəcəsidir, törəmə əvəzliklərdir, the same saç əvəzlikləridir, the only very sözləridir, sıra sayları və quantifiers. Bunlardan sonra ancaq zət işlənir. Oldu? Zət bütün bu geniş ölçüdə işlənməsinə rağmen burada bəzi müəyyən qaydalar var ki, zəti heç vaxt işlədə bilmirik bu olanda. Məsələn, nöqtələrdən əvvəl vergül duranda o zaman biz zəti verəmirdik. Yadınızdadır, buna nə deyirdik? Non-essential. Non-essential hissədə zət işlənə bilirdimi? Xeyr. Xüsusi isim gələndə 3 nöqtədən əvvəldə xüsusi isim işlənibsə böyük hərflə başlayan, yəni, o zaman zət işləmir. Üçüncü, 2 ismin arasında hansı bağlayıcıdan istifadə edirdik? Who's-dan. Who's-un yerində heç vaxt zət işlənə bilməz. Amma isimin qarşısında the artiklı, my, your, his, yəni determinələrdən istifadə olunsa, o zaman zət işlənə bilər. Dördüncü, sözönlü isim olanda biz zəti işlənə bilmərik. Sözönlü isim insandırsa, hansını işlədirdik? By nə? By nə? By whom. Və sözönlü cansızdırsa nə işlədirdik? Which. On which, in which. Və o yer where-ni əvəz eləyir. Oldu? The boy with whom olmalıdır burada. Zət işlənə. Uşaqlar, dedik, məkan bildirəndə nə verdik? Where. Zaman bildirəndə when verdik. Amma dedik ki, zət bunları əvəz eləyə bilər. Əvəz eləyə bilər. Nə vaxt? Bunlar özləri nə vaxt istifadə oluna bilmir. Məsəl üçün, bizdə nöqtələrdən sonra xəbər gəlib də. Xəbər gələrsə, onda whom, whose, when, where işlənə bilməz. Onun əvəzinə nə işlədəcəyik? Zət işlədəcəyik. Amma 3 bağlayıcıdan sonra xəbər gələ bilir. İnsan, 3 nöqtədən əvvəl insan durubsa, who və yaxud da zət. Əşya dayanıbsa, which-i verə bilərik. Bir də yadınızda saxlayın. Whose insana bağlı bir sözdür də, düzdür, bağlayıcıdır. Amma o 2 ismin arasında cansızı da əvəz eləyə bilir. Yəni, insan olmayıb, cansız olsa, hər iki tərəf nöqtələrdən həm əvvəl, həm sonra isim dayanıbsa, məsələn, the tree whose branches. Belə bu formada vermək olar.
Uşaqlar, bu essential, non-essential da ikinci hissənin sonunda təzə düşmüş qaydadır. Təzə verilmiş qaydadır. Adjective clause iki yerə bölünür. Essential, non-essential. Essential nə deməkdir özü? Vacib, əhəmiyyətli. Non-essential, onun əksi, əhəmiyyətli deyil də, o hissə əhəmiyyətli deyil. Deməli, təyin budaq cümləsi olan hissə. Ən asan yolu nədir? Vergüllərin arasında olan hissə, təyin budaq cümləsi. Burada non-essentialdır. Birincidə. Niyə? Çünki o cümlə əlavəsidir də. Onun cümlənin məntiqinlə heç bir əlaqəsi yoxdur. O hissəni biz cümlədən xaric eləsək də, məzmun dəyişmir. Cümlənin məntiqi, ardıcıllığı pozulmur. Məsələn, the steps which lead down are dangerous. Deməli, pilləkənlər təhlükəlidir. Hansı pilləkənlər? Aşağı enən pilləkənlər. Burada vergüllərin arasındakı hissəni dəyişsək də, onlar mənasını itirmir. Yəni, bu vergül olan hissəyə biz nə deyirik? Non-essential. That you say is certainly true. Bax, uşaqlar, burada amma essentialdır. Zət bağlayıcısından əvvəl bayaq da qeyd elədik. Heç vaxt vergül gələ bilməz və o zət ümumiyyətlə non-essentialda istifadə olunmur. Zət olan cümlələr 100% essentialdır. Burada nə deyir? Deyir, sənin dediyin hər şey əlbəttə ki, doğrudur. İndi burada hər şey əlbəttə ki, doğrudur desək, cümlənin məntiqi pozulmuş olur. Sənin dediyin, vurğuladığın hər şey olmalıdır. Deməli, ikincisi isə essentialdır. I'd like to thank my tutor who always supported me. Bu hissədə yenə də vergül var. Deməli, o hissə, vergül olan hissə non-essentialdır. Deyir ki, mən istərdim müəllimimə təşəkkür edeyim. Bu hissədə məntiq pozulmayıb, doğrudur. Bu hissə əlavə, sizə əlavə fikir, ideya və ya məlumat verən hissədir. Nə deyir? Deyir, deməli, həmişə məni dəstəkləyən müəllim. Yəni, o hissəni əlavə sizə məlumat verir, ona nə deyirik? Cümlə əlavəsi. Əlavə informasiya verən hissədir, onu verməyə də bilərik. Yəni, cümlədən xaric də eləyə bilərik. Dördüncü isə essential partdır. Niyə? Çünki which bağlayıcısından əvvəl heç bir vergüldən istifadə olmayıb, ona görə də elə onu dərhal baxan kimi aydın olur. He is reading a book which explains the rules clearly. Deməli, o qaydaları aydın eləyən, yəni aydın izah edən kitab oxuyur. O kitab oxuyur, cümlə tam da aydın deyil. Amma qaydaları aydın eləyən kitabı izah eləyir, oxuyur. Deməli, burada o əlavə fikir vermir. Cümlənin tam məntiqidir. Ona görə də bura essential part deyirik o hissəyə.